günəşdə qaralmaq dəri xərçəngi riskini artırır. Açıq dəriyə sahib insanlar günəş şüalarına qarşı daha həssasdır və tez-tez günəş yanmalarına məruz qalır. Bu da onların melanomaya, təhlükəli dəri xərçəngi növünə tutulma riskini artırır. Bu barədə Rusiyanın dermatoveneroloqu Anna Ubilova məlumat verib. Həkimin sözlərinə görə melanomanın yaranmasının müxtəlif səbəbləri var. Lakin onlardan biri də günəş şüalarının, xüsusilə ultrabənövşəyi şüaların dəriyə təsiridir. Bu şüalar hüceyrələrin DNT-sinə təsir göstərərək mutasiyalara və xərçəngə səbəb ola bilər. Melanomanın inkişaf riski çox sayda doğuş ləkəsi olan şəxslər, uşaqlıqda günəş yanması keçirmiş insanlar, günəşə qarşı allergiyası olanlar, onkoloji xəstəlik keçirmiş və ya ailəsində bu cür hallara rast gəlinən şəxslərdə daha yüksəkdir. Anna Ubilova günəş şüalarının ən güclü olduğu saatlarda 10:00-16:00 arası günəş altında qalmaqdan çəkinməyi, qoruyucu krem və geyimlərdən istifadə etməyi, dəriyə daim nəzarət etməyi və şübhəli dəyişiklik olduqda dərhal dermatoloqa müraciət etməyi tövsiyə edir.